Nikahına heç kim gəlmədi. İlk evliliyi 4 gün davam etdi. Anası bu evlilikdən xəbər tutanda yataq xəstəsi oldu. Söhbət Türkiyəli məşhur aktrisa Oya Aydoğandan gedir. Oya Aydoğan da bir çox məşhurlar kimi şəxsi həyatı ilə uzun illər müzakirələr yaradıb. Aktrisanın Türkiyəli milyarderlə olan ilk evliliyi cəmi 4 gün davam edib. Onun baş rolunu Müslüm Gürsəslə birgə paylaşdığı Üsyankar filminin bir səhnəsi avtobus firması olan Ulusoyun ərazisində çəkilib. Ulusoy Holdingin rəhbərlərindən biri olan Haluk Ulusoy da çəkiliş zamanı orada olub. O, Oya Aydoğana vurulub. Haluk başqa bir aktrisa Suzan Avcı vasitəsilə Oya ilə tanış olub. Daha sonra Haluk Ulusoy ona evlilik təklif edib. Lakin aktrisanın anası Güldanə bu evliliyə qarşı olub. Bu səbəbdən cütlük tanış olduqdan bir ay sonra gizli evlənib. Hakanın atası Saffet də bu evliliyə qarşı olub. Onlar Sarıyer nikah dairəsində ailə qurublar. Nikaha heç kim gəlməyib. Bu səbəbdən nikah şahidi qapıcı olub. Bu evlilikdən xəbər tutan aktrisanın anası iflic olub. O, bu evlilik bitəcək deyərək Oya'ya bildirib. Aktrisa nikahdan 4 gün sonra boşanmaq üçün məhkəməyə müraciət edib. 3 ay sonra cütlük rəsmi olaraq boşanıb. Bundan sonra Oya kazino sahibi olan Tamer Taylanla eşq yaşayıb. Aktrisa 1988-ci ildə Oya Latif Demirbağla evlənib. Bir il sonra isə boşanıb. Cütlüyün bu evlilikdən Qurur adlı bir övladı olub. Aktrisa 51 filmdə və 13 televiziya serialında çəkilib. O 2016-cı ildə dünyasını dəyişib.